Rusiya prezidenti Vladimir Putin Paska atəşkəsi elan edib. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Atəşkəs 11 aprel saat 16:00-dan 12 aprel günün sonuna qədər qüvvədə olacaq. Bu müddətdə hərbi əməliyyatlar dayandırılacaq. İsrail Müdafiə Qüvvələri Livanda yeni hava hücumu dalğası həyata keçirib. Çaxal Livandakı Hizbullahın raket atış məntəqələrinə zərbə endirməyə başlayıb. İran PUA-larla Küveytin həyati əhəmiyyətli infrastrukturuna hücum edib. Bu barədə Küveyt ordusunun polkovniki Səid Əbdüləziz Əl-Atvan deyib. Onun sözlərinə görə hazırda ölkənin hava məkanını pozan və bir neçə vacib obyekti hədəf alan düşmən dronlarına qarşı hava hücumundan müdafiə sistemləri aktivləşib. Rusiya prezidenti Vladimir Putin Paska atəşkəsi zamanı silahlı qüvvələrə Ukraynanın istənilən təxribatlarına hazırlıqlı olmaları barədə göstəriş verib. Bu barədə Kremlin saytında məlumat yayılıb. Hörmüz boğazında naviqasiyanın təhlükəsizliyi birbaşa Amerikanın atəşkəs çərçivəsində öhdəliklərini yerinə yetirməsindən asılıdır. Bu sözləri İranın Xarici İşlər naziri Abbas Araqçı deyib. Bu su yolunda təhlükəsiz naviqasiya müəyyən edilmiş təlimatlar əsasında İran silahlı qüvvələri ilə əlaqələndirilərək müəyyən edilmiş marşrutlar və mövcud texniki tədbirlərə uyğun olaraq mümkün olacaq. Bu şərtlə ki, Amerika tərəfi öz öhdəliklərinə əməl etsin. İsrail Baş naziri Benyamin Netanyahu ən qısa müddətdə Livanla birbaşa danışıqlara başlamaq barədə göstəriş verib. Hizbullahın tək-silah edilməsi və İsrail ilə Livan arasında sülh münasibətlərinin qurulması danışıqların əsas məsələləri olacaq. Hizbullah atəşkəs tələb edir. Onu dəstəkləyən İran isə təşkilatın məhvindən qorxaraq təzyiq və təhdidlərlə İsraili dayandırmağa çalışır. Bunu İsrailin Müdafiə naziri İsrail Katz deyib. Katz qeyd edib ki, İran İsrailə atəş açacağı təqdirdə müdafiə qüvvələri güc tətbiq etməyə tam hazırdır və buna uyğun cavab verəcək. Böyük Britaniyanın baş naziri Keir Starmer qlobal enerji böhranı fonunda sərt bəyanat daşıyış edib. Baş nazir ölkədə ailələrin və bizneslərin artan enerji xərclərindən ciddi narazılıq keçirdiyini qeyd edib. Onun sözlərinə görə dünya siyasətində baş verən proseslər, xüsusilə Vladimir Putin və Donald Trump kimi fiqurların qərarları birbaşa olaraq sadə insanların həyatına mənfi təsir göstərir. Artıq bezmişəm ki, ölkə üzrə ailələr və bizneslər enerji hesablarının davamlı artımı ilə üz-üzə qalır. Bunun səbəbi isə Putin və Trumpın dünya üzrə atdığı addımlardır, deyə o qeyd edib. Baş nazir əlavə edib ki, hökumət enerji qiymətlərinin sabitləşdirilməsi və əhalinin sosial yükünün azaldılması üçün əlavə tədbirlər üzərində işləyir. Ermənistanın Tavuş vilayətində yerləşən Kiransk kəndi ətrafında Azərbaycan-Ermənistan sərhədində aparılan delimitasiya və demarkasiya prosesinin nəticələri artıq açıq şəkildə görünməyə başlayıb. Bu barədə erməni mətbuatı məlumat yayıb. Məlumata görə Baqanis-Bibiş istiqamətində sərhədin bəzi hissələrində nişanlanma işləri hələ 2024-cü ildə həyata keçirilsə də, dəqiq koordinatların olmaması səbəbindən bu dəyişiklikləri xəritədə tam göstərmək mümkün olmamışdı. Uzun müddətli müşahidələrdən sonra yenilənmiş məlumatlar əsasında Kiransk kəndi ətrafında baş verən dəyişikliklər Google Earth platformasında vizuallaşdırılıb. Xəritədə sarı xətt mövcud sərhədi, qırmızı xətt isə 1976-cı il SSR baş qərargah xəritəsinə əsasən yerində çəkilmiş yeni sərhəd əks etdirir. Bundan əlavə, qəhvəyi rəngdə işarələnmiş ərazilərin Azərbaycanın nəzarətinə keçdiyi deyilir. İran məğlubiyyətə uğrayıb və sülh müqaviləsinin bütün şərtləri ilə razılaşmaq məcburiyyətində qalıb. Bunu Amerika prezidenti Donald Trump deyib. Onlar razılaşmalı olduqları hər şeylə razıdır. Unutmayın ki, onlar məğlub olublar. Amerika lideri əlavə edib ki, İslam Respublikasının ordusu yoxdur. İsrailin 8 apreldə indirdiyi zərbələr nəticəsində Livanda ölənlərin sayı 303 nəfərə çatıb, azı 1150 nəfər yaralanıb. Həmçinin qeyd olunur ki, martın 2-də İsrail və Hizbullah arasında gərginliyin başlamasından bəri Livanda ölənlərin ümumi sayı 1888-ə çatıb, 6092 nəfər yaralanıb. Nazirlik axtarış xilas etmə işləri davam etdikcə ölənlərin sayının arta biləcəyini vurğulayıb.